Deməli, birinci sütunda olan hərflərimizin hansı 2 dəfə təkrarlanır? Baxırıq, D hərfi burada 2 dənə qeyd olunub. Digər sütundakı birinci sıraya baxırıq. Bəli, hansı rəqəm 2 dəfə təkrar olunmuşdur? Baxırıq, 2 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Deməli, artıq biz bilirik ki, D hərfimiz 2-dir. Burada D hərfimizin üzərində 2 yazıb, daha sonra davam edirik. N hərfimiz. Deməli, birinci sütunda 2 D hərfimiz var, bir N hərfimiz var. Demək, qarşı tərəfdəki 2 hərf burada D olduğu üçün, burada da 2 rəqəm olduğu üçün geriyə tək olan 3 qalır. Deməli, biz bilirik ki, N hərfimiz də 3-dür. N hərfimizin də 3 qeyd olaraq cavabımız 23-ə işarə verir. Bəli, cavabımız 23-dür. Variantlardan B variantı düzgün cavabdır. 23.